Salam qızlar, hər vaxtınız xeyir. Kanalıma və yeni vloquma xoş gəlmisiniz. Hər birinizə xoş izləmələr. Videoya keçid etmədən əvvəl hər birinizdən çox xahiş edirəm kanalımıza abunə olmağı, videoya like atmağı və şərhlərdə fikir bildirməyi unutmayın. Bugün əkizlərimin ad günüdür. Ona görə bu vloqumuz demək olar ki, ad günü vloqu olacaq. Yeməkləri hazırlamışam. Bütün qabları yumuşam, amma yerinə yığa bilməmişəm. Süfrəni hazırladım. İndi günorta yeməyə gedirik. Dedim mən də yeməyimi yeyim. Sonra axşam üçün anamgil, bacımgil gəlməlidir. Onlar üçün süfrə hazırlayacağım. Bir də uşaqların tortunu indi sizə göstərirəm görün necə alınıb. Bu da mənim Türkiyə Timurumun tortu. Necə alınıb qızlar. Bu arada uşaqlar necə istəyibsə o cür bəzəmişəm. Mənim fikrimdə tam başqa bir şey var idi. Uşaqlar bu tort üçün olan bəzəkləri çox sevir. Ona görə ondan bəzəmişəm. Bildiyiniz bu dəqiqə mətbəx köçür, yəni hər yerdədir. Hər şeylər dağılıb. İnşallah tərtəmiz toparlayarıq. Dağılan evimiz olsun yetər ki. Kime tutacağım? Buna tutuyorum Timur abi. Yukarıda o patlayan şeylerden koymuşsan. Ondan almamışdık. İnce. Gözde. Ortabandırsana. Qızlar, qonaqlarımız getdi və qaldıq mətbəxlə baş-başa. İndi mən qabları yuyum, buraları sərgiyə salım. Təmizlik prosesini çəkməyə vaxtım yoxdur. İndi inşallah işlərim bitdikdən sonra vloqa davam edəcəm. Mətbəxdə işlərim bitdi qızlar. Uşaqlar çıxdılar çölə oynamağa. Məndə kurabiyə istəmişdilər. Yorğun olsam da yenə də hazırladım onu. Birini qoymuşam artıq bişir. Ən sevdikləri kurabiyə budur. Demək olar ki, hər zaman eyni reseptlə hazırlayıram. Belə kurabiyələr görəndə uşaq vaxtı deyəsən Saman yolundaydı. Baxırdıq Oktay Ustanın kurabiyələri. Həmin kurabiyələr yadıma düşür.
Vlogumuzun və ad günümüzün ikinci günüdür bugün. Dünən ailecə keçirdik ad gününü. Bugün isə uşaqların ürəyi istədiyi kimi keçirdirik. Parka gəlmək istədilər. Gün onların günüdür deyə bugün onlar əylənsinlər deyə gəldik parka. Ürəkləri istədikləri qədər oynasınlar. Daha sonra isə başqa yerlərə də gedəcəyik inşallah. Biraz gəzdik, sonra yoldaşlarım uşaqlarla otura biləcəyimiz bir yer tapdı. Çox xoşumuza gəldi. Həm qarşılamaqları, münasibətləri, həm təmizliyi. Hətta yuxarı qalxanda gördük ki, 3-cü mərtəbəsində uşaqların əylənə bilməsi üçün ayrıca otaq belə var. Tam olaraq uşaqların ürəyincə oldu. Doya-doya oynadılar, əyləndilər. Mənim fikrimcə onlar üçün əsl ad günü bu oldu. Sağ olun. Gel. Gel. Susadın gedək. Yaşlıca yer. Bana küçük. Daha geçen saat biz de kaptıydık gaga.
Qızlar, dünən uşaqların ad günündə pulda hədiyyə olunmuşdu. Həmin pulları dəyərləndirdim. Bu gün onlar üçün belə gözəl şalvar, kofta aldıq. Uşaqlar hamısına oyuncaq almaq istəyirdilər, amma təbii ki, elə bir şey olmadı. İstədikləri oyuncaqlardan bir ikisini aldıq. Yerdə qalanlar belə gözəl paltar aldıq. Deyim ki, uşaqların paltarları çox bahalıdır. Yəni bizim özümüzə aldığımız paltardan uşaqlara aldığımız paltar çox bahadır. Dəhşət, yəni ucuz qiymətə heç bir şey tapmaq mümkün deyil. Ucuz olanın da bəzilərinin, yəni keyfiyyəti yaxşı deyil. Ən çətin yer mənədəki uşaqlara paltar seçməkdir. Çünki eyni geyinmək istəyirlər. Təsadüfən 1-2 fərqli paltarları var. Yenə gördüyünüz kimi bunu da eyni almışıq. Baxın necə gözəl yaraşır, amma biraz böyükdür. Payıza doğru geyinəcəklər inşallah. Çünki başqa ölçüdə tapa bilmədim. Ən uyğun olanlar bu idi. Fürsətlə qaçırtmaq istəmədim. Ölçüləri eyni, rəngləri eyni. Gülə-gülə geyinsinlər. Əkizlərə bir maşallahınızı istəyərəm. Maşallah yazarsınız onlara yorumlarda. Daha sonra ev üçün bir iki şey lazım idi. Onları da götürdük. Salfetkamız qurtarmışdı. Salfetka götürdük. Sonra uşaqlar özləri üçün belə kukuruz götürüblər. Mən gerkulez götürmüşəm. Böyüyüdür. Səhv eləmirəmsə 1 kilodur. Səhər-səhər uşaqlara verirəm. Hər səhər yox, belə 1-2 gündən bir. Bəzən olur ki, özüm də yeyirəm uşaqlarla bərabər. Həm çox gözəl dadı var, həm 2 dəqiqəyə hazır olur, həm də ki, sağlıqlıdır. Uşaqlar özü üçün belə kruvasan götürür. Evə gələndən sonra fikir vermişəm ki, bunlar çiyələklidir. Uşaqlar həmişə ya sadə ya da ki, şokolad kruvasan götürürlər. Daha sonra zərərli sevimlilərindən belə çupa-çups götürüblər. Droj götürmüşəm xəmir yoğurmaq üçün. Maya da deyə bilərsiniz. Belə bir kofe də götürmüşəm. İlk dəfədir gördüm. İstifadə edəcəm. İnşallah sizə fikrimi bildirərəm necədir. Qızlar, ad günüm üçün Bakıdan etdiyim sifarişim gəlib. Ad günümdə vlog çəkmədiyim üçün sizə göstərə bilməmişdim. İstədim bu vloqda göstərim. Əl əməyi, göz nuru çantadır. Çox zərifdir, çox gözəldir. Nuranə xanıma buradan da çox təşəkkürümü bildirirəm. Xanım o qədər zərif işləyib ki, sevgi ilə işləyib demək olar ki, çantanın üzərində. Bütün bölgələrə çatdırılma olunur. Səhifəsinin linkini də açıqlamada qoyacağam. O qədər zərifdir ki, çanta gözümü ala bilmirəm. Bu da xanımın əlaqə məlumatlarıdır. Buradan da götürüb xanıma yaza bilərsiniz. Açıqlamada yenə link də qoyacağam. Çanta zərif görünür, amma içi də genişdir. Telefon qoydum, daha sonra pul qabı qoydum, nauşnikimi qoydum. Məsələn, bir dənə gloss da qoydum, yəni göstərmək üçün. Görün altında bir balaca belə potluq yoxdur. Çox gözəl toxuyub yəni xanım. Keşke nə qədər gözəl olduğunu telefondan göstərə bilsək də. Əlimdə baxıram, bir də telefondakı çəkilişə baxıram. Bu qədər mükəmməllik necə orada tam şəkildə görünmür. Amma çox mükəmməldir, hər tərəfli mükəmməldir. Toxuyanın əllərinə sağlıq. Modeli bu arada özüm tapıb atmışdım. Toxucunun da ilk toxuduğu çanta bu oldu, yəni bu modeldən. Qızlar, bu aralar nəsə bu tipdə çantalar, belə kiçik çantalara maraq oyanıb məndə. Əvvəllər biraz orta boy, böyük çantalar sevirdim. Bunu da yeni almışam. İçərisi genişdir, amma telefon buna rahat şəkildə sığmır. Telefonum rahat sığmır. Telefon qoyanda başqa heç bir şey qoymaq olmur, çünki sərtdir. Belə bir uzun qulpu da var. Papelikdən sifarişlərim gəlib, sizlə birlikdə açım. Almatyeli duş geli mənə çox maraqlı oldu. Yeni gələnlərdən də ona görə sifariş etdim. Daha sonra tuberoza və müşk ətirli saç və bədən üçün universal nəmləndirici sprey. Daha sonra bu nədir? Hə. Piyon ətirli saç və bədən üçün sprey. Üz üçün parça maskalar belə. Yosunlu. Bu meyvənin adını unutmuşam. Belə qızlar, bu qədər sifarişlərim. Bunun qoxusuna baxmaq istəyirəm.
Aa, güzel kokusu var. Çok yumuşak kokusu var bunun. Aslında piyon gülünün kokusunu sevmiyorum ama ay, ama bunun kokusu güzel alınıb. Brom alma qoxusu gəlir. Həm də şirin alma. Şirin yaşıl alma qoxusu. Bu duş gelinin qarpızlısı, yemişlisi var məndə. Amma belə meyvəlisi yox idi, almalısı falan. Keçən katalogdan bunu görmüşdüm ki, gələcək. Ona görə elə fikrimdə saxlayırdım ki, bunu sifariş edeyim. Yaxşı ki də eləmişəm. Çox gözəl qoxusu var. Qızım, maskalardan başqa yer yoxdur, amma mən yenə maska sifariş etmişəm. Düzdür, istifadə etmirdim, vaxtım yox idi, amma indi neçə gündə artıq istifadə edirəm. Burada da məncə bu maskalardan var, baxın. Xiyarlı, aloe, yosunlu. Hətta belə 10 dənəli maska da var. Bunlar artıq məncə depoya gəlmir. Yeni ildə bunlar gəlmişdi, yeni məhsullar. Hələ də bunu istifadə etməmişəm. Sanki qıymıram istifadə etməyə. Maskalardan çox istifadə etmişəm. Bu tipdə gələnlərdən. Artıq məncə bu ikisi qalıb. Bunlardan çox idi məndə. 10 dənə, 12 dənə falan yaxın belə sifariş etmişdim. Ancaq bunun ikisi qalıb. Gələn videoların birində sizinlə birlikdə baxım rutin eləyərik. Bu isə həm göz üstü, həm də göz altı hidrogel patçıdır. Bir var göz altı istifadə edirik. Baxın burada belə böyük kutuda da var göz altı istifadə etdiyimiz patçıdan. Tək göz altı yox, yəni üzün müxtəlif bölgələrinə istifadə etmək olur. Bunların tək səfərliyi də var belə. Amma mən ən çox buna üstünlük verirəm. Yəqin rənginə görə. Tərkibləri demək olar ki, eynidir. Sadəcə o tək səfərlikdir, yəni münasib qiyməti bir dəfə alıb istifadə etmək olar. Buralarda yenə dağılıb götürdüklərimi düzgün qoymamışam yerinə. Hər şey hər yerdədir. Düzəldərəm. Görün burada nə qədər bədən spreyi var. Ananas və laymlı, qarpızlı yemişli. Daha sonra bu nədir? Yuzu və nədir bu? Nəsə meyvənin adını unuttum. Böyle bir koleksiya yığıram. Bayaq dedim sizə, burada qarpızlı və yemişlisi var. Bu da almalısı. Bunun da çox möhtəşəm qoxusu var qızlar. Ətirli duş gel axtarırsınızsa afrodiziyaklı, mükəmməldir. Artıq gecədir qızlar. Mən uşaqları yatırdıram. Bu vlogumuzun da sonudur. Bura qədər izlədiyiniz üçün təşəkkür edirəm. Videoya like atmağı, kanalımıza abunə olmağı və şərhlərdə fikir bildirməyi unutmayın. Hələlik.